Hər vaxtınız xeyir olsun. Demək, bugün sizlərlə kartoqrafi proyeksiyalardan danışacağıq. İlk öncə kartoqrafi proyeksiyalar nədir, nə işə yarayır və bizə nə köməkdarlıq edir kartoqrafi proyeksiya, onlara baxacağıq. Demək, biz burada bizə nə lazımdır? Deməli, yadımıza saxlayaq ki, qlobusda paralel və meridianların yaratdığı şəbəkəyə coğrafi şəbəkə, xəritələrdə isə paralel və meridianların yaratdığı şəbəkə isə kartoqrafik şəbəkə deyilir. Demək, gələk kartoqrafi proyeksiyalar. Kartoqrafi proyeksiyalar nədir? Yerin kürə şəklini müstəvi səthə köçürən zaman, burada gördüyünüz kimi boşluqlar yaranır. Baxın, burada boşluqlar yaranır. Biz bu boşluqları dolduran zaman, müxtəlif təhriflər, xətalar və ya da səhvlər yaranır. Demək, bu səhvləri aradan qaldırmaq və yaxud da ki, minimuma indirmək mümkündür. Lakin tam deməli, minimuma indirmək mümkün olmasa da bunları minimuma və yaxud da ki, sıfıra indirmək mümkündür. Deməli, bunları minimuma indirmək üçün müxtəlif proyeksiyalardan istifadə olunur. Bu proyeksiyalar aşağıdakılardan onlara gələcəyik. İlk növbədə dedik ki, təhriflər yaranır və 4 dənə təhrif yaranır. Bucaq, digər adı istiqamət tərifidir, sahə tərifi, məsafə və forma tərifləri. Bu təriflərə görə proyeksiyalar aşağıdakılardır. Birincisi, demək, 3 dənə proyeksiyamız var təriflərə görə proyeksiyalarda. Bərabər bucaqlı, bərabər sahəli və ixtiyarı. Bərabər bucaqlı proyeksiyanın digər adı konformdur. Bərabər sahənin digər adı isə ekvivalentdir. Bunlar haqqında bir danışaq. Deməli, bərabər bucaqlı proyeksiyalar. Bərabər bucaqlı proyeksiyaya tərtib edilən xəritələrdə istiqamətin digər adı və yaxud da ki, bucaq adlanır. İstiqamətin digər adı bucaqdır. İstiqamət və bucaq demək olar ki, təhrif edilmir. Lakin sahə, məsafə və forma tərifləri tamamilə təhrif olunur. Deməli, bərabər bucaqlı proyeksiya necə oldu? İstiqamət bucaq tərifi olmur, lakin digərləri sahə, məsafə və forma tərifləri olur. Və bu xəritələr dəniz naviqasiyasında və aviasiyada istifadə edilir. Deməli, dəniz naviqasiyası və aviasiyada istifadə edilir və Mercator'un 1569-cu tərtib etdiyi dəniz naviqasiyası xəritəsi buna misal ola bilər. Digər tərifə görə proyeksiya bərabər sahəli proyeksiyadır. Bərabər sahəli proyeksiyada adından görə sahə tərifi az, lakin digər bucaq, məsafə və forma tamamilə tərif olunur. Deməli, bərabər sahəli necə oldu? Sahə tərifi az oldu, lakin digər təriflər isə saxlanıldı. Bucaq, istiqamət, məsafə və forma tərifləri olur. Və bu xəritələrdə materiklərin və okeanların sahələrini hesablamaq üçün əlverişlidir. Burada isə Gal və Petersonun xəritəsini misal göstərmək olar. Gal və Peterson. Bunları yadda saxlamaq lazımdır. Deməli, bərabər bucaqlının digər adı konform oldu, bərabər sahənin digər adı ekvivalent. Sonra bir də var, deməli, təriflərə görə proyeksiyalar, ixtiyari proyeksiyalar var. İxtiyari proyeksiyalar sahə və bucaq az tərif edilir, uzunluq və forma isə tamam tərif olunur. İxtiyari proyeksiyalar əsasən, deməli, tədris məqsədi üçün istifadə edilir, tədrisə daha çox istifadə edilir. Sual verilə bilər ki, tədrisdə istifadə olunan proyeksiya hansıdır? İxtiyari proyeksiyaları deyə bilərik. İxtiyari proyeksiyanın bəzən daxilində bərabər aralıqlı proyeksiyalarda ayrılır ki, burada məsafə, uzunluq düzgün verilir. Digər tərifdə saxlanılır. Demək, bərabər aralıqda məsafə, uzunluq, yəni məsafənin digər adı uzunluq idi, düzgün verilir. Digər tərifdə isə saxlanılır. Gələk isə həndəsi fiqurlar. Deməli, biz kürə şəklini, kürəni müstəvi səthə köçürən zaman müxtəlif həndəsi fiqurlardan, proyeksiyalardan istifadə edilir. Deməli, bu həndəsi fiqurlar hansılardır? Birincisi silindrik, digər adı konus, digər ikinci konus, azimutal və çoxucludur. Bu həndəsi fiqurlar riyaziyyatdan bizə məlumdur. Bunlar haqqında danışaq. Demək, silindrik proyeksiya nə işə yarayır? Silindrik proyeksiya ilə tərtib olunan xəritələr, əslən, ekvator boyu ərazilərin xəritələri tərtib olunur silindrik proyeksiyalar. Baxın, gördüyünüz kimi, yerin kürə şəkli silindrin içərisinə doğru yerləşdirilibdir və fikir versəniz, ekvator boyu ərazilər, baxın, burada ekvator boyu ərazilər, baxın, bu hissələr ekvator boyu ərazilər silindrin səthinə toxunur.
Və bu toxunma olan ərazilərdə sıfır təhriflər xətti yaranır. Yəni buradan belə bir qərara gəlmək olar ki, silindirik proyeksiyada ekvator xəttinin kəsdiyi ərazidə və ekvatora yaxın ərazilərdə təhriflər az, ekvatordan uzaqlaşdıqca isə təhriflər çoxalır. Misal üçün, sual verilə bilər ki, silindirik proyeksiyada hansı ölkələrin xəttlərini tərtib edilməsinə istifadə olunma bilər? Təbii ki, ekvator xəttinin kəsdiyi ölkələr. Misal üçün, İndoneziya, Kongo Demokratik Respublikası və yaxud da ki, Braziliya kimi ölkələrin xəttlərin tərtib edilməsində silindirik proyeksiyadan istifadə edilir. Və bunu yanınıza saxlayın ki, silindirik proyeksiyada sıfır təhriflər xətti yaranır. Ekvatordan uzaqlaşdıqca isə təhriflər çoxalır. Yəni, burada qütb ətrafı ərazilərdə daha çox təhrif olunur. Qısaca bunu yanınıza saxlayın. Ekvator bu ərazilərdə sıfır təhriflər xətti, yəni təhrif minimuma indirilir. Lakin uzaqlaşırsa ekvatordan təhriflər çoxalır. Ən çox təhrif isə ekvatorun ən uzaqda olan məsafə qütb ətrafı ərazilər olduğu üçün qütb ətrafı ərazilərdə təhriflər çox olur. Üzr istəyirəm. Sonra bir də bunu yadımıza saxlayaq ki, deməli, burada gördüyünüz kimi paralellər və meridianlar silindirik proyeksiyada düzbucaq altında kəsilir və düz xəttlər şəklində təsvir olunur. Burada da yazılıb ki, paralel və meridianlar bir-birlə düzbucaq altında kəsişən düz xəttlər şəklində təsvir olunur. Bunu da yadımıza saxlamalıyıq. Sonra konus proyeksiyadan baxaq. Deməli, konus proyeksiya kosanın papağı. Bunu belə yadda saxlayaq. Deməli, konus proyeksiya necə olur? Konus proyeksiyada gördüyünüz kimi konusu şimal qütbündən, deməli, yer kürəsindən yerləşdirsək yuxarıdan, fikir versək burada 47 və 62 şimal enliklərində konus yer kürəsinin 62 və 47 şimal enliklərində konusun səthinə toxunur. Və toxunma nöqtələrində, baxın, bu hissələrdə sıfır təhriflər xətti yaranır. Bu ərazilər əsasən qütb ətrafı ərazidir. Deməli, qütb dairələri və yaxud da mülayim enliklərin ölkələrinin xəritlərinin tərtib edilməsinə istifadə olunur. Və burada necə olur? Deməli, paralellər qövsvari, fikir versəniz, burada paralellər qövsvari formada. Meridianlar isə bir mərkəzdən çıxan düz xəttlər şəklində təsvir olunur. Baxın, bunlar meridianlardır. Bunlar isə bir nöqtədən çıxan, fikir versən, düz xəttlər şəklində təsvir olunur. Paralellər isə qövsvari formada təsvir olunur. Konus proyeksiyada isə əsasən qütb ətrafı ərazilərin xəritlərinin tərtib edilməsində, mülayim enliklərin xəritlərinin tərtib edilməsində istifadə edilir. Sual verilə bilər ki, misal üçün, Braziliyanın xəritəsinin tərtib edilməsində hansı proyeksiyadan istifadə edilməsi daha məqsəd uyğundur? Təbii ki, silindirik proyeksiya. Çünki Braziliyanın ekvator xətti kəsir, ona görə də silindirik proyeksiyadan istifadə edilməsi daha məqsəd uyğundur. Konus proyeksiyadan istifadə etsək, daha çox təhrif yaranar. Amma silindirdən istifadə etsək, daha az təhrif yaranar Braziliyan xəritəsinin tərtibində. Sonra azimutal proyeksiya. Azimutal proyeksiyada deməli, məzun papağını yadımıza saxlayaq. Deməli, universitet məzunlarının papağını yadımıza saxlayaq. Azimutal proyeksiya necə olur? Deməli, azimutal proyeksiya əsasən Şimal Buzlu Okeanının və bir də Antarktidanın xəritəsinin tərtibində istifadə olunur. Azimutal proyeksiyanın köməkçəsində səth kimi müstəvidən istifadə olunur, müstəvinin kürəyə toxunma nöqtəsində tərif olunur və yadımıza saxlayaq ki, azimutal proyeksiyada sıfır təriflər nöqtəsi olur. Yalnız azimutal proyeksiyada sıfır təriflər nöqtəsi mövcuddur. Digər proyeksiyalarda isə sıfır təriflər xətti mövcuddur. Baxın, orada sıfır təriflər xətti, burada da sıfır təriflər xətti olur konusda da. Lakin azimutalda isə sıfır təriflər nöqtəsi olur. Burada da gördüyümüz xəritələr paralellər, deməli, burada paralellər çevrələr şəklində, meridianlar isə bir mərkəzdən çıxan radiuslar şəklində təsvir olunur. Burada gördüyünüz kimi meridianlar bir mərkəzdən çıxan radiuslar şəklində, paralellər isə çevrələr şəklində təsvir olunur. Sonra çoxüzlü proyeksiya. Yer kürəsinin səthi kürə deyilir, çoxlu sayda trapesiyalara bölünmüş çoxüzlü kimi qəbul edilir. Bu proyeksiyalar kiçik ərazilərin təsvirində, yəni
Yəni əsasən topoqrafi xəritələrin tərtibi zamanı istifadə olunur. Məsəl üçün Azərbaycanın xəritəsini çox ucuz proyeksiyalar tərtibi mümkündür və yaxud da ki, Ermənistanın xəritəsini çox ucuz proyeksiyalar tərtibi mümkündür. Xəritələrin də miqyası böyük və orta olur, tərtibi isə çox az olur. Deməli, çox ucuz proyeksiyalarda tərtib az olur. Bunu da yadında saxlayaq. Demək, Azərbaycan xəritələri deyir bərabər bucaqlı, konus və çoxuclu proyeksiyalar tərtibindən istifadə. Niyə konusdan istifadə olunur? Çünki Azərbaycan mülayim enlikdə yerləşdiyi üçün konus proyeksiyasından istifadə olunur. Azərbaycan əgər ekvatora yaxın ərazidə yerləşsəydi, silindrik proyeksiyadan istifadə olunacaqdı. Sonra burada genizasiya anlayışı. Genizasiya nədir? Genizasiya ümumiləşdirmə deməkdir. Xəritənin miqyası, məzmunu, təyinatından sonra təsvir edilməsi zəruri olan obyektlər seçilir və ümumiləşdirilir. Bunun isə kartoqrafi genizasiya adlanır. Yadınızda saxlayaq ki, böyük miqyaslı xəritələrdə genizasiya az, kiçik miqyaslı xəritələrdə isə genizasiya çox olur. Deməli, genizasiyanın kəmiyyəti, deməli, miqyas böyükdən kiçiyə doğru nə olur? Artır. Nəyə görə kiçik miqyaslı xəritələrdə genizasiya çox olur? Çünki kiçik miqyaslı xəritələrdə böyük ərazilər təsvir olunur və daha çox ümumiləşdirmə tələb edir. Daha çox kiçiltmə tələb etdiyi üçün, daha çox ümumiləşdirmə tələb etdiyi üçün kiçik miqyaslı xəritələrdə ona görə genizasiya çox olur. Böyük miqyaslı xəritələrdə isə kiçik ərazilər verilir və böyük miqyasda tərtib olunur. Kiçik ərazilər verildiyi üçün elə çox ümumiləşdirmə aparmaq lazım gəlmir. Burada gördüyünüz verilən xəritənin hansına coğrafi obyekt vasitəsilə daha ətraflı təsvir olunar. Təbii ki, böyük miqyaslı xəritələrdə daha ətraflı təsvir olunar. Çünki biz demişik, böyük miqyaslı xəritədə kiçik ərazilər təsvir olunur və daha ətraflı məlumat əldə etmək mümkündür.